Sual verən soruşur ki, bizlər Allah Resulü Muhammed sallallahu aleyhi ve sellemin bayram namazından əvvəl namaz qılmazdı. Bayram namazından sonra isə evinə gəldikdə 2 rükət namaz qılardı. Hədisin necə başa düşək? Qiymətli cəmaat, Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem və onun səhabələri və onun əhl-i beyti bayram günü bayram namazından qabaq namaz qılmazlarmış. İstər bu duha namazı olsun, istər bu istixara namazı olsun, istərsə də bu dəstəmaz aldıqdan sonra qılınan 2 rükət namaz olsun. Bizlər bu hədisi başa düşüb əməl edərkən bu qaydada başa düşüb əməl edirik. Əgər bayram namazın məscidlərdə qılacaqıqsa, gəlib məsciddə oturmamışdan qabaq Təhiyyətul məscid namazını qılırıq, məscidi salamlama namazını 2 rükət qılırıq, sonra oturub bayram namazına qədər bayram təkbirlərini oxuyuruq. Bayram namazına qədər bayram təkbirlərini oxuyuruq. Əgər namazı məsciddə qılacaqıqsa, Təhiyyətul məscid namazını qılırıq. Amma əlavə duha namazı və başqa namazlar qılmırıq. Yox, əgər məsciddən qeyri yerdə, hər hansı bir namazgahda, açıqlıq bir ərazidə qardaşlarla, möminlərlə, müsəlmanlarla, namaz qılanlarla toplaşıb bayram namazın açıqlıq bir yerdə qılıb əda edəcəyiksə, onda heç məscidi salamlama namazını da qılmırıq. Heç bir namaz qılmırıq. Bayram namazı qılana qədər gəlib otururuq, bayram namazının başlanmağını gözləyirik, bayram namazını qılırıq, sonra bayram xutbəsinə qulaq asırıq. Yaxşı, bayram namazını qılıb qurtardıqdan sonra elə məsciddəcə duha namazını qılmaq olarmı? Qiymətli cəmaat, bayram namazını qılıb qurtardıqdan sonra dərhal bayram xutbəsi başlanır, bizlər oturub bayram xutbəsinə qulaq asırıq. Bayram xutbəsini sakitcə, danışmadan oturub dinləyirik. Bayram xutbəsi qurtarıb bitdikdən sonra isə yenə məsciddə olmamıza baxmayaraq duha namazı və ya başqa bir namaz qılmırıq. Bəli, bayramlaşırıq, oradakı cəmaat ilə bayramı keçiririk, sonra qaydırıq evimizə. Evimizə qayıtdıqdan sonra alimlər və elm əhli buyururlar ki, duha namazını qılmaq olar. Və ya evimizə qayıtdıq, yarım saat, 1 saat sonra yenə məscidə getdik. Onda duha namazı məsciddə qılmaq olar. Beləcə möhtərəm cəmaat öyrəndik ki, alimlər və elm əhli söyləyirlər, bayram namazından qabaq namaz qılmaq xatadır, doğru deyildir. Bu hətta duha namazı olsa belə. Məscidi salamlama namazı qılınır, amma başqa bir namaz qılınmır. Bayram namazından sonra isə məsciddə olduğumuz vaxt ərzində yenə namaz qılmırıq. Evə qayıtdıqdan sonra 2 rükət namaz və ya duha namazı və ya başqa bir namaz qılırıq. Evə qayıtdıqdan sonra yarım saat, 1 saat, 2 saat sonra yenə məscidə getsək, o zaman demək duha namazını elə məsciddəcə qılıb əda edə bilərik. Bu şəkildə əməl edib Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem bu şəkildə əda edib, əməl edib, onun səhabələri, onun əhl-i beyti, Allah Teala onların hamısından razı olsun. Onlar nə bayram namazından əvvəl namaz qılmayıblar, Təhiyyətül məscid namazı istisna, məscidi salamlama namazı, nə də bayram namazından sonra məsciddə namaz qılmayıblar. Evə qayıtdıqdan sonra namaz qılıb ada ediblər.